Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru, dosent Fəxrəddin Dadaşov. Fəxrəddin Dadaşov 26 sentyabr 1950-ci ildə Bakıda dünyaya göz açıb. 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirib. Sonra Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1977-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib. 1966-cı ildən indiyə qədər Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblında konsertmeyster, eyni zamanda Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün solistidir. Dünyanın bir neçə ölkəsində, o cümlədən Niderland, Fransa, Almanya, İtaliya və Kanadada kompakt diskləri işıq üzü görüb. 1988-1998-ci illərdə Fransada keçirilən beynəlxalq festivalın laureatı olub. Xalq artisti Fəxrəddin Dadaşov Azərbaycan hüdudlarından kənarda da dövlətimizi təmsil edib. 69 xarici ölkədə konsertlərlə çıxış etmişdir. 2000-ci ildə əməkdar artist, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 26 sentyabr tarixində Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Respublikasının xalq artisti, ustad kamança ifaçısı Fəxrəddin Dadaşovun 75 illik yubileyi qeyd olunur. Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi və kollektivi adından xalq artisti Fəxrəddin Dadaşovu səmimi qəlbdən təbrik edirik. Qeyd edək ki, bu üçlük bu yaxınlarda Filarmoniyanın nəzdində yaradılıb və sevindirici haldır ki, üçlüyə Cabbar Qaryağdıoğlu'nun adı verilib, məşhur xanəndəmiz. Belə bir üçlüyün yaranması münasibətilə sizin hamımızı təbrik edirik. İndi də sizi tamaşaçılarımıza təqdim edək. Xanəndə Zahid Quliyev, tarzən Möhlət Müslümov, kamança çalan Fəxrəddin Dadaşov.